Yağ əritdik, tortası qaldı. Əlbəttə, indi o tortadan uşaqlara piçenya bişirəcəm. Çox dadlı olur. Həmişə deyirəm, bu tortadan piçenya bişirəndə uşaqlığımız yadıma düşür. Rayonda rəhmətlik nənələrim, Allah rəhmət eləsin, həmişə piçenyadan bişirərdilər bizə uşaq vaxtı. Və bu piçenyada unu çox aparır, yəni gözə yarıdır. Qatıq əlavə eləyəcəm, şəkər tozudur, vanildir, qabartma tozu, un və bu torta. Və yumurta. Hər şeyi əlavə elədim. Şəkər tozunu da əlavə eləyirəm və qaçdırıram. Bu əllə qaçdırılmalıdır. Yəni xəmiri hiss eləmək lazımdır ki, xəmir əldə ələ gəlsin, yapışmasın. Baxın, un xeyli əlavə eləmişəm, yenə əlavə eləyəcəm. Yəni azdır. Bəli, baxın, xəmir artıq hazır oldu. Ələ yapışmır qəti. Baxın, burada bundan belə uzunsov şəkildə eləyib forma verib piçenyaları hazırlayacağım. İstəsəniz hətta içərisinə damla şokolad da əlavə edə bilərsiniz, kakao da əlavə edə bilərsiniz zövqə görə. Mən üzərinə biraz şəkər tozu əlavə eləyəcəm. Yağlı kağız da əlavə eləmədim, çünki yağlı kağızım azdır, çatmayacaq. Ona görə tavanı yağladım, biraz üzərinə şəkər tozu və baxın belə kündə şəklində eləyirəm. Atacağım sobaya, bir 15-20 dəqiqəyə hazır olacaq. Sobanı da qabaqcadan isitmişəm deyim. Şəkər tozu mütləq olmalıdır, yoxsa yeməyəcəklər. Baxın, ona görə əlavə edirəm. Bir list hazır uşaq. Onlar yarısı yeyildi. Çəkə bildiyimi çəkdim. Bu pişən kimi uşaqlar yeyir. Baxın belə.